Biz sizinlə indiyə qədər məşğələlər eləmişik, hər birinizə sıfır tullantı haqqında məlumat vermişik. İndi isə biz sizinlə 3 günlük bir kurs eləyəcəyik. Burada sizə tullantıdan incə sənətə, yəni tullantını necə sənət əsərinə çevirmək olar, o haqda söhbət eləyəcəyik. Və 3 hissədən ibarət olacaq. Birinci hissə nəzəri hissədir, bugün sizə onu keçəcəyik. Ondan sonra praktik hissə olacaq. Siz özünüz tullantıdan əsər yaradacaqsınız. Ondan sonra isə, o bir gün isə təqdimat eləyəcəksiniz. Yəni, öz əsərlərinizi təqdimat eləyəcəksiniz və onun haqqında bir məlumat verəcək. 2 gün buradadır. 3-cü gün isə bizim layihəmizə uyğun olaraq Orta Əsr Axsuşəhəri Dövlət Tarix Mədəniyyət Qoruğu var. Orada dərsdən sonra, yəni valideynlərinizə deyil, maşını olan deməli, valideynlər bir neçə uşaqları da götürsün, yəni maşını tutan qədər, sizi deməli, qoruğa gətirəcək, əsərlərinizi də özünüzlə gətirəcəksiniz, orada təqdimat edəcəyik. Yaxşı? Bu 3 hissədən ibarət. Sonra isə sizin üçün, kim ki yaxşı təqdimat edəcəksə və ümumiyyətlə kursda iştirak edənlər üçün sertifikat hazırlamışıq, sertifikatları sizə verəcəyik və sizi Bakı şəhərində Heydər Əliyev fondunun hazırladığı Tullantıdan İncəsənətə muzeyi var. Qala qoruğu var, qala qoruğunda. Ora və digər tarixi abidələrə ziyarət edəcəksiniz. İndi bu istiqamətdə müəllimlərimizlə iş görürük. İnanıram ki, 31 mayda, 31 may şənbə günüdür. Şənbə günündə biz oraya gedəcəyik. Bunun razılığını regional idarəyə artıq məktub yazmışıq. Oradan bu razılığı almaq istəyirik. Ümumiyyətlə, mən istəyirəm ki, Sabit müəllim bizim bu layihənin deməli, əhəmiyyəti haqqında artıq uşaqlarda hansı təsəvvür yaratması və digər gördüyü işlər bundan sonraki fəaliyyətləri haqqında bizə məlumat versin. Keçən dəfə də bu barədə danışdıq. Yəni ki, bu tullantılar bizim həyatımızdan mütləq. Yəni ki, əgər hansısa bir evdə ya məişət əşyası xarab olduğuna, ya yemək qalıqıdır, qursidir, bunlardan mütləq biz imtina edirik. Amma bu o demək deyir ki, bunu hara gəl satmalıyıq. Bunun özünün də, yəni ki, Yaponiya kimi dövlətdə, ya başqa xarici inkişaf edilmiş dövlətlərdə mütləq bunları boş yerə atmırlar ki, geçsin. Biz ya yandırır, ya nə bilim, hara gəl atır, amma elə deyil. Bundan mütləq istifadə edilir. İndi bu təlimin ən böyük əhəmiyyəti ondan ibarətdir ki, həmin o tullantıları, tullantı dediyimiz müəyyən bir əşyanın qırığıdır, oyuncağın qırığıdır, kitab üzüdür, ya nədirsə də taxta parçasıdırmı? Yəni, bundan əhəmiyyətli şəkildə nəsə düzəltmək olar və hamının marağına səbəb olacaq bir şey. Görürsünüz ki, internetdə görürsünüz, dənə çöpündən adı. Belə şeylər düzəldirlər ki, adam elə eylən qalır. Laf adi bir taxta parçası, bir balaca taxta, kitab üzü boyda taxtanı götürür, oyma işləri görür üstündə. Ki, maraqlı gəlir hamıya. Onun üçün də, yəni ki, bu təlimin əsas əhəmiyyəti sizə bunlara həm nəzəri cəhətdən, həm də praktik cəhətdən başa salmalıdır ki, yəni bu tullantılar heç də ki, yəni atılası olmur hamısı. Ona görə diqqətlə qulaq asın, müəllim də müəyyən planları dedi, yəni bunun yəqin ki, Orta Əsr Axsuşəhərinə sizin hansınız olur? Bir uşaqlardan bəlkə əvvəl olub, bizim layihədə olmuşsunuz siz. Olanlar var, ancaq çox az hissə olur da, yəni ki, onların gedib görmək özü böyük işdir. Və yaxud da ki, oradan da Tembol Bakı şəhərinə getmək özü ilə böyük əhəmiyyət kəsb edən bir işdir sizin həyatınızda. Ola bilsin ki, indi düzdür, indi Bakıya hamımız gedir, bəlkə də hamımız olmuşsunuz Bakıda, ancaq hansısa bir muzeyə mi, ya hansısa bir incəsənət obyektlərinə mi, abidələrinə mi yolunuz düşmür və yaxud da ki, valideynimiz aparmır. Onun üçün də bunun özünün də böyük əhəmiyyəti olacaq. Diqqətlə qulaq asırsınız, indi müəllim, Barış müəllim tanışsınız ki, belə iş gör ki, yəni bu boyda vaxtın atıb, gəlib bizə bu şeyləri başa salır.
diqqətlə qulaq asırsın. Aydındır? İndi gələcəkdə inşallah mənim sertifikatda, olmuşuyla, yəni ömrü boyunuzu o üzrə gedəcək gəlmir. Mən təlimdə iştirak edim, mən bu sertifikatı aldım. Və evdə də sağlam olsun, gələcəyinə, özünüzdən kiçiklərə, körpələrə başasa, avvala, bu var, bu telefonda sınır. Bunu tullama, bunun nə bilim mən qabından mı deyim, ya nəyindən deyim, ekrandan mı, belə bir şeyləri hazırlamaq olar. Və yaxud da adı taxta parçası. Başa düşdünüz? Çox sağ olun. Sıfır tullantı. Amma indi nə yazmışıq? Yəni, tullantı necə incəsənət əsəri ola bilər? Nə yazmışıq? Tullantıdan incəsənətə nədir? Tullantıdan incəsənətə nədir? Kimin fikri var? Kim tullantıdan incəsənətə məsələsi haqqında öz fikirlərini biz indi yeni başlayanda elan edə bilərik? Kimdə demək istəyir? Tullantıdan incəsənətə nə deməkdir? Aha, hazırlaşmışsınız, neçə vaxtdır, bir aydır bu işin üstündə işləyirsiniz, düzdür? Orada tullantılar haqqında xeyli məlumatınız var və bilirsiniz ki, hansı tullantı sənət əsərinə çevrilə bilər, düzdür? Kim fikrini deyə bilər? Buyurun. Amma fikir demək mütləqdir. Yəni, plastik qabdan məsəl üçün ola bilər. Aha. Gül qabı düzəldə bilərsən. Ha, nə düzəldə bilərsən? Gül qabı. Gül qabı düzəldə bilərsən. Aha, sonra? Mənim plastikdən nəsə bir şey əldə edə bilərsən. Aha. Nə əldə edə bilərsən? Mən tulkalardan nəsə özəl bir şey oyuncaq maşını, oyuncaq maşını. Oyuncaq, aha. Sonra başqa siz bu tərəfdə? Bir heyvan şəklini düzəldə bilərsən. Aha, Bütün və əşyalar üzrə. yaxşı. Yəni, bunları məsələn düzəltsək, bəli, plastikdən olsun, kağızdan olsun. Kağızı biz nə demişdik? Papiye maşiyə çevirirsən, yəni onu üst-üstə yığırsan, bir heykəl yarada bilirsən. Ümumiyyətlə eləmişsiniz heç. Məsələn, deyək ki, dərsdə hansısa bir, deməli, bu cür atılmış şeylərdən bir əsər və rəsim və ya heykəl düzəltmişsiniz? Mən düzəltmişim. Aha. Bu tulkadan gül qabı yapmışam. Aha, Siz nədən güllər? Nə vaxt düzəltmişsən onu? Keçən. Keçən il? Dərsdə eləmişsən onu? Xeyr, mən evdə eləmişdim. Evdə eləmişsən. Yəni, dərsdə eləyirsiniz belə şeylər? Dərsdə eləyi deyərlər. Hə. Keçən eləmişik. Aha, eləmişsiniz. Yaxşı. İndi isə, çox sağ ol. Adın nə idi? Zəhra. Zəhra. Cavab verənlərin hamısından gəlin bir alqışlayaq. Biz mütləq şəkildə xam malı hansısa bilməliyik ki, hansı xam maldandır, düzdür? Kağızdır, baxırsan kağızdır, düzdür? Amma kağız nədəndir? Ağacdan. Sən ağaca baxana deyə bilərsən ki, bu kağızdır. Mənim var. Deməli, emal olunandan sonra bu kağız olur da, düzdür? Ona görə də biz o məhsuldan danışırıq ki, onlar nə olur? Emal olur. Yəni, öz təbii halında deyirlər. İnsan tərəfindən yaradılmış məhsulların, emal olunmuş məhsullar, sonra biz işlədəndən sonra dönüb olub nə? Tullantı. Atılıb. Ona görə də bizim kursumuzun adı emal olunmuş tullantı incəsənəti. Emal olunmuş tullantı incəsənəti atılmış tullantıların yeni bədii ifadəyə çevrilməsini özündə ehtiva edən yaradıcı bir təcrübədir. Yəni, incəsənətin bu növü təkcə yaradıcılığı nümayiş elətdirmir. Yəni, tullantıdan olan bu incəsənət təkcə yaradıcılığı nümayiş elətdirmir. Həm də bizim dünyamızda, yəni kəndimizdən, məsələn, bizim dünyamız haradır? Əsas dünyamız kəndimizdir, düzdür? Kəndimizdə davamlılığın vacibliyinə diqqət çəkən bir ifadə formasıdır. Yəni, tullantıların davamlı olaraq aradan çıxarılmasını
və onun təbiətdə atılmamasının aradan qaldırılması. Amma necə? Sənət kimi aradan qaldırılması. Zibilxanalarda yığılıb qalacaq materiallar harada qalacaq? Yığılıb zibilxanada qalacaq. Düzdür. Zibilxanalarda yığılıb qalacaq materiallardan istifadə edən rəssamlar, yəni təkcə uşaqlar yox ha, böyük rəssamlar. Rəssamlar ekoloji problemləri gündəmə gətirir, unikal və düşündürücü əsərlər yaradırlar. Emal olunmuş tullantı incəsənəti insanları tullantılara münasibətlərini yenidən dəyərləndirməyə təşviq edir və zibil hesab edilən əşyalarda potensial görməyi öyrədir. Bu incəsənət növü göstərir ki, yaxşı, hamımız qulaq asırıq. Bu incəsənət növü göstərir ki, incəsənət eyni zamanda həm gözəllik, həm də məsuliyyət daşıyaraq yaradıcılığı ekoloji maarifləndirmə ilə birləşdirə bilər. Baxın, bunun üçün Bakı şəhərində Heydər Əliyev Fondu 2015-ci ildə təmiz şəhər açıq tipli səhmdar cəmiyyəti ilə bir yerdə bir Qala Dövlət Tarix Mədəniyyət Qoruğunda bir muzey yaradır. Adını da qoyub nə? Tullantıdan sənətə. Bu muzeydə bizim zibil kimi gördüyümüz, amma sənətkarların əlləri ilə sənət əsərlərinə çevrilmiş çoxlu sayda əsər. Yəni 180-dən çox əsər görmə mümkündür. Gedib biz onları nə edəcəyik? Yerindəcə görəcəyik yəni. Bu əsərlər nədən hazırlanır? Bayaq yoldaşlarımız adlarını çəkdi ha. Dedilər ki nədən? Plastik butulkalardan. Sonra nə dedilər? Polietilin torbalardan. Yəni bu torbalar yoxdur onlardan. Köhnə uşaq arabalarından atmışsınız. Yəni xarab olub, işləməyib, nə bilim təkəri düşüb, üstü qırılıb, amma atmışsınız da. Bax onlardan. Oyuncaqlardan, başqa nə oyuncaqlar varsa onlardan. Köhnə maşın hissələri. Maşın bildiyimiz bizim maşınlar yoxdur. Atanı, məsələn deyir, xarab olub, atıblar. Maşın qəzaya uğrayıb, atıblar o tərəfə, onun içərisini götürürlər. Tullanmış sigaret kötüyləri. İnsanlar bir də görürsün ki, yəni yaxşı bir nümunə deyir də. Məsələn, valideynlər də var, böyük şəxslər də var. Sigaret çəkib nə edirlər? Yerə atırlar. Yəni olmaz. Onlar da rəssamlar nə edir? Onu götürür, əsər düzəldirlər ki, insanlara göstərsinlər ki, bunu atmaq olmaz. Məsələn, maraqlı heç bəlkə də rast eləmədiyimiz, ya bizim istifadə eləmədiyimiz tennis topları. Toplar yoxdur, yəni tennisdə istifadə edilir. Yəni həmin toplar ya xarab olublar, istifadə olunub, qutarıb, atılıb, onları məsələn deyək ki, əsər kimi istifadə edir. Və daha nələr, çoxlu sayda əsərlər. Biz, yəni təkcə Azərbaycanda rəssamlar yox ha. Burada görürsünüz, dünyanın 46-dan çox ölkəsindən bu muzeydə əsəri olanlar var. Fərid davam edirik. Bax o nümunələr. Görürsünüz nümunələri. Bunlar əsərdir. Görürsünüz, maşının nə idi bu? Kurşiteridir. Bəli, kurşiteridir. Deyək ki, başqa yerlər, yəni müxtəlif dəmirdən, dümürdən nə düzəldiblər? Əsər düzəldiblər. Baxanda deyirsən ki, bu əsərdir yəni. Və ya bu maşını görürsünüz diskləri adı, məsələn, müxtəlif, burada görürsünüz hətta sınmış şüşələr bunun içərisində bir əsər düzəldiblər yəni. Deməli, və bu nümayiş olunur. O əsərləri təkcə Azərbaycanda nümayiş eləmirlər. Götürüb, başqa ölkələri də aparıb nümayiş elətdirirlər. Aha, davam edirik. Biz sizinlə, bunu tanıyan var. Uşaqlar, bunu bilirsiniz nədir? Bəli. Nədir? Yoğan döşək. Balı. Döşək. Bəs görməmişsiniz evinizdə bunu? Mən görmüşüm. Döşəkdir. Siz sadəcə bunlara döşək deyirsiniz, düzdür? Amma əslində bu da bir əsərdir. Görürsünüz, burada nə çox, yəni 3 bucaq, 4 bucaq, çoxlu sayda naxışlar var, düzdür? Bax, bunun hətta festivalını da keçirirlər Bakıda.
qurama deyilən, bunun adı quramadır. Mən onları alırlar. Yəni, Şeylər onlar. bəli, satılır, pulla satılır. Siz məsələn atılmış paltarların hissələrini bu cür tikib, yəni döşək hazırlasanız və ya başqa bir əsər düzəltsəniz, siz ondan sata da bilərsiniz. Əlbəttə. Türkiyədə işlərə yol açırlar. Görürsən, aha, bizdə niyə olmasın kənddə? Sabahların çox maraqlı bir insan bizə qonaq gələcək, öz kəndimizdən, o bundan eləyir və sizə onu göstərəcək. Və siz də ondan hazırlayacaqsınız. Bunun üçün siz nə edəcəksiniz? Evdən cırıq parçalar yoxdur, atılmış cırıq parçalar. Onlardan özünüzlə gətirin. Bax, görürsünüz, necə maraqlı işlərdir. Bu döşək kimidir, amma bu, məsələn, süfrə üstü kimidir. O da quramadır, o da quramadır. Ona görə də onun yerində baxacaq. Burada sənət haqqında, yəni, biz məlumat vermişik, qurama sənəti nədir? Adını da qoymuşuq ki, parçalardan yaranan xatirələr. Parçalardan yaranan xatirələr. Və qurama haqqında məlumat vermişəm. Mən sizə, yəni bu qrupa bu məlumatları göndərəcəm. Özünüz də axşam evdə neyinirsiniz, oxuyarsınız. Aha, keçək. Bax bu. Deməli, qurama sənətinin məşğələ planı. Sabahların bu məşğələni eləsək, burada belə bir məşğələ plan edəcəyik. Nə edəcəyik? Bizə nə lazımdır? Məşğələnin müddəti 40 dəqiqə olacaq da, deyək ki. Və bizə nə lazımdır? Müxtəlif parça hissələri. Müxtəlif parça hissələri. Rəngli, naxışlı, köhnə geyimlər. Yəni, atılmış. Yoxdursa, gedib evdə dava döyməyin ki, mütləq bu tapılmalıdır. Yəni, elə yox. Varınızdırsa, yəni atılmış bu belə parçalar var. Ağ, rəngli, qara, müxtəlif, yəni. Nə lazımdır bizə? Qayçı. Qayçı var evdə. Özünüzlə bir dənə sumka düzəldirsiniz, sumkada bunları qoyursunuz. Yapışqan. Yapışqan varınızdır. Özünüzdən kley götürürsünüz. Yaxşı. Yəni, sap iynə də gətirir. Ya da ki, bəli, sap iynə də götürün. Özünüzlə. Özünüz, bax, oğlan qız fərqi yoxdur, ha. Bu, hamıya öyrədiləcək. Ona görə də, yəni, burada deyilən şeylərin hamısını, burada işləyən, iştirak edən adamların hamısı gətirəcəklər. Qalın kağız. Qalın kağız. Evdə ola bilər də, belə karton kimi. Karton mən. Bəli, karton kimi qalın kağız. Və bez də ola bilər. Ağ bez yoxdur. Məsələn, onun üstündə ola bilər. Yox, bu şey üçün. Qurama üçün. Qurama üçün. Bir də şablonlar. Özünüzdən evdə axşam kəsin. Yəni, məsələn, şablon nədir? Ürək formasında, görürsünüz? Yəni, həmin o yerin üstündə ürək kəsin. Sonra ev kimi eləyə bilərsiniz. Məsələn, deyək ki, eləci, güllər, nə sayır? Yox, bu şey üçün, buradakı bu qurama üçün bunlar vacibdir. Bir də karandaş və markerlər. Marker indi bir dənə, iki dənə olar, yəni o problem deyil. Amma karandaşınız var, onsuz da karandaşınız da var, götürürsünüz. Keçək. Burada biz deməli giriş və izah artıq verməyəcəyik, çünki bugün giriş və izah verdik. Hazırlıq işi, uşaqlar parça hissələrini götürəcəklər və hər kəs bəyəndiyi parçanı seçəcək, ayrı-ayrı yığacaq kənarda. Ondan sonra isə onlara şablonlarınızı, axşam hazırladığınız şablon var, ha, ürəkdir, güldür, nə bilim nədir, o şablonlarınızı götürəcəksiniz və deməli, parçalar, həmin o parçaları ona uyğun şablon üstündə kəsəcəksiniz və həmin formanın üzərinə yapışdıracaqsınız və istəyənlər sapla tikə bilər, yəni yapışqandan da edə bilərsiniz. Sonra sapla da iynə ilə də tikə bilərsiniz. Və bəli, burada sizə müəllimə sabah gələcək, bir müəllimə dəvət eləmişik, hamınız tanıyırsınız, çox maraqlı bir insandır. Yəni, o sizə bunları göstərəcək. Nəticədə sonra siz bu əsərinizi özünüzlə ayrı qoyacaqsınız bir kənara, bir kağız papqanız varsa, papqanın içərisinə, siz bunu orada nümayiş etdirəcəksiniz.
Ağsuda, Orta əsr Ağsu şəhərində, orada öz düzəltdiyiniz əsəri nümayiş etdirəcəksiniz və sizin əsəriniz haqqında ayrıca çəkiliş olacaq. Yəni siz özünüz məlumat verəcəksiniz. Bildiniz? Deməli, sizin birinci işiniz nə olacaq? Qurama istehsal eləmək olur. Mən orada məsələn Quramanı. oyuncu olacaqdım, o məlumatı verəcəksən. Bəli, bəli. Quramanı hazırlamağınız yəni nədən ibarət olacaq? Siz hansı deməli atılmış tullantılardan istifadə edəcəksiniz? Atılmış geyimlərdən, parçalardan, düzdür? Bəli, kağızdan, yəni bunlardan istifadə eləmiş olacaq. Səhərdən biz danışırıq emal olunmuş tullantılardan. Amma indi biz danışacağıq təbiətdə olan tullantılardan, yəni təbii olan tullantılardan. Təbiətdəki tullantılardan biz incəsənət əsəri kimi necə istifadə edə bilərik? Birinci, biz bilməliyik ki, bunlar nədən ibarətdir? Düzdür? Birinci nədir? Bitki mənşəli materiallar. Nədir? Yarpaqlar, çiçəklər, ağac. Və biz bunlardan nə edə bilərik? Yarpaqlar sıxılıb, yapışdırılıb, maraqlı şəkillər və naxışlar yaradılır. Çiçəklər qurudulub, kallaj və ya rəsm layihələrində istifadə oluna bilər. Ağac oyma və yığma üçün ideal materialdır. Ondan heykəl düzəltmək mümkündür. Onlardan, məsələn, üzərinə vurduğunduqları əmələ getirə bilərsiniz, seçlər gözəl olmaq. Əla, əla. Sanduqlar güllərdən hazırlayın. Bəli. Çiçək. İkinci nədir? Mineral materiallar. Nədir bunlar? Gildən, daşdan, pigmentdən, məsələn, şirə yoxdur, bizim dağdakı şirə. Bax, o şirədən istifadə edib, deməli, nəzir tökmə olar. Gil nədir? Bizim bildiyimiz palçıq yoxdur, torpaq. O gildir yəni. Məsələn, kim istəsə evdən, yəni bir top şəklində, bəli, top şəklində palçıq hazırlayıb, yəni sabah gətirə bilər. Gətirsəniz, çox əla olar. Gətirə bilərsən? Əla. Sən gətirə bilərsən? Yox. Deməli, daş. Daş necədir? Daş kəsilir, oyulur. Yəni, rəsm üçün çət kimi istifadə oluna bilər. Məsələn, necə çət kimi ola bilər? Daş yoxdur, bizim bildiyimiz çay daşı. Çay daşını gətirib, onu biz nə edə bilərik? Rəngləyə bilərik, insan şəkli düzəldə bilərik üstündə və ya gül şəkli düzəldə bilərik. Bütün rənglərin şəkli düzəltmək olur üstündə. Bəli. Siz göstərə bilərik ki, daşlarla gözəl əşyalar əmələ gətirir. Bəli, bəli. Özünüzlə nə edirsiniz? Sabah gələndə palçıq kimi daş da gətirə bilərsiniz. Daş da Mən daş gətirirəm. Boşqabın içərisində rəsm ola biləriz. Bəli. Onun boyası var, mən də boşqab gətirirəm. Hə, lap yaxşı. Gətirin bir yerdə. Amma sınıq olsun yəni. Şey olmasın. İstifadə olunmuş. Sınığı olan. Bəli, çatlamış. Da gelip sındırma oraya. Yəni çatdağı varsa, yəni istifadə edəməyiz. Təbii pigmentlər torpaqdan və bitkilərdən alınan boya maddələrdir. Onlar da biz dediği şirə. Bax, şirəni biz istifadə edə bilərik. Üçüncü isə nədir? Heyvan mənşəli materiallar. Məsələn, quşların tükləri, lələklər, heyvan sümükləri, atmıraq sümük. Yəni, heyvanın sümükləri ola bilər də, məsələn, deyək ki, ya həyətdə, orada, burada, bəli, sümüklər, dəri ola bilər, dəri götürə bilərsiniz. Və yun da bilirsiniz ha? Gətirə bilərsiniz. Yun gətirin, hamınız, yəni yun gətirin. Yun gətirin. Yaxşı, bunlarla nə edə bilərik? Bunlar, mən sizə göndərəcəm, oradan istifadə edərsiniz. Gedək. Birinci, yarpaq çapı. Yarpağı biz nə edirik? Çap edirik. Necə çap edirik? Boyalayıb. Deməli, 6 yaşın üstü. 6 yaşın üstü kimdir? 6 yaş var burada? Yoxdur. Əla, ona görə hamımız rahat istifadə edebilir. Deməli, müxtəlif formalı təzə yarpaq gətirir. Məsələn, tut yarpaq ola bilər. Mən gətirə bilərəm. Bəli. Və ya böyürtkən yarpaq ola bilər. Çələk yarpaq ola bilər. Yəni, özünüzdən təzə yarpaq gətirir. Mən çələk yarpaqlar gətirə bilərəm. Bəli. Yəni, bir maraqlı yarpaqlar olsun. Maraqlı yarpaqlar olsun.
və Siyah boya var uzlu boya. Su boyası, akrilik boya, yəni olan boyalardan bəli, Ben sulu boya. bəli, onlardan gətirin. Quaş boyadı var. Bəli, ondan gətirin və fırçanız var da. Ben boyanı Bəli, fırça və ağ kağız da gətirin. Bəli, özünüzdən gətirin və nəticədə biz nə edəcəyik? Məktəbin həyətindən və ya ev ətrafından müxtəlif formalı yarpaqlar toplayırıq. Əgər gətirməsəniz sizi göndərib, məsələn deyək ki, ağacdan yığdıra bilərik. Sonra yarpağın arxa tərəfi boya ilə fırçalanır. Boya ilə fırçalanır. Sonra ben onu dile yapıştırıp Bəli, maraqlı işlərimiz olacaq. Ben bunu maaş elətdirəcəyik. Gelirsen, gül şəkli keçirsən, belki qoysan həmin şəkil olur. Bəli, indi isə keçirik o birinə. Bu nədir? Budaqlardan heyvan figurları. Xırda çürümüş yox da belə qurumuş. Mənim gözəl olur. Hə, qurumuş, məsələn deyək ki, ola bilər məsələn süpürgə yoxdur, süpürgə. Yəni süpürgənin məsələn budaqları ola bilər və ya ağacın məsələn deyək kiçik budaqları ola bilər. Bəli. Nə edirik? Kiçik budaqlar yığırıq, kiçik budaqlar müxtəlif ölçülərdən. Yapışqanımız olmalıdır və ya ip olmalıdır, ipimiz olmalıdır. Rəngli kağızımız və qələmimiz olmalıdır. Ağ kağız olur, amma rəngli daha yapmasın deyək. Deməli, təbiətdən toplanmış budaqlardan seçdiyimiz, yəni heyvanın, yəni biz baxırıq ki, hansı heyvan? İt düzəldə bilərik, pişik düzəldə bilərik, nə bilim, toyuq düzəldə bilərik. Onlardan yəni düzəldir. Hətta məsələn ağacdan eləyib, əgər quş düzəltmisənsə, toyuq düzəltmisənsə, xoruz düzəltmisənsə deyək ki, onun quyruğunu, nə bilim, yeyini özündən də qoya bilərsiniz. Yəni öz lələyindən qoya bilərsiniz. Yaxşı, budaqlar yapışqanla birləşdiririk. Biraz qalın bir kağız olar. Göz qoyursan, burun qoyursan, nəticə sənin əsərin nə olur? Əmələ gəlir. Yaxşı, davam edirik. Üçüncü, daşlardan mandala yaratmaq. Əslində, mən mandalanın şəklini göstərəcəm sizə. Necə bir şeydir da. Yəni, onu da elə, siz eləyirsiniz onu. Bilirəm. Kiçik çay daşları. Deməli, burada siz özünüzlə hamınız gətirin, ha. Çıngıl yoxdur, kiçik çay daşları. Bizdə çıngılda var da, balıq qulaqlar var. Balıq qulaqlar var. Hə, götür, onu da. Deməli, çay daşlarını təmizləyirik. İstədiyimiz rənglərlə boyuyuruq, daşlar mandala forması düzəlir. Keçək. Bax, mandala formaları, məsələn, bir neçəsini qoymuşam burada. Bu cür daşları, yəni və ya məsələn rəngləri, bəli, kağız üzərində eləyirsiniz. Amma kağız üzərində daşlar da yerləşdirə bilərsiniz. Yəni ki, və ya ağacı, nəsə qırıntılı, nə isə eləyə bilərsiniz. Aha, davam edirik. Hə, bir dənə də birində bu sahədəki məşhur deməli fotoqraf Andy Goldsworthy haqqında mən bəzi fotoları qoymuşam. Keçək. Baxın, görürsünüz o nə edir? O deyir ki, əsər deyir, vacib deyil ki, muzeylərdə daimi qalsın və ya haradasa daimi nümayiş olunsun. Əsəri düzəltdin, fotosunu çəkdin, istəsən dağıda bilərsən. O elə bir yanaşma göstərir və bu cür maraqlı işlər düzəldir və sonra onları təbiətə, yəni başqa bir fotolar da var, onu göstər. Bax, görürsünüz, çay daşından nələr düzəldir, yarpaqlardan nələr düzəldir, yəni yarpaqlardan nələr düzəldir, daşlardan nələr düzəldir, yəni fərqli təbiət, deməli, təbii materiallardan istifadə edilir. Aha, davam edək. Bir də var, bir ailə var, Kristof və Jean-Claude. Onlar da maraqlı işlər görürlər. Bu maraqlı işlərdən birisi nə idi? Ki, keçək baxaq. Bax, görürsünüz, bu Zəfər tağıdır, yəni məşhur böyük bir binadır, yəni qapıdır, darvazadır və bunu nə edib? Parçaya büküb. Yəni, onun ekoloji problemləri göstərmək üçün müəyyən müddət bu böyük binanı adamlar nə boyda görükür? Bunu parçaya bükür. O demək olar ki, əksər əsərləri nə edir? Parçaya bükür. Keçək, başqalarına baxaq. O görürsünüz, böyük binanı necə parçaya bükür
və sonra onun şəkillərini çəkir. Və bu cür nümayiş etdirir. Görürsünüz, burada muzeydə çəkdiyi şəkili nə edir? Nümayiş etdirir və insanlar gəlib burada. Və buna nə qədər parçalasın? Ha, görsən. Ona bax, önə boyda bir daha. Aha. Bəli, əsərdir də. Görürsünüz, ağacları sanki göstərmək istəyir ki, yəni biz insanlar, yəni təbiəti məhv edirik, hə? Bunu qorumaq lazımdır. Qorumaq üçün bu nümunəni o ortaya qoyur. Görün, nə qədər, yəni burada ağaclardır bunlar, ağaclar nə edir? Parçaya bükür, yəni. Aha. Görürsünüz, ətrafına, adanın ətrafına parçalar, yəni büküb, yollara, hər yerə parça qoyub və nəticədə belə maraqlı bir görüntü əmələ gəlir. Belə əsərdir, yəni. Aha. Məsələn, mən sizə bəzi maraqlı faktlar demək istəyirəm. Eşitirik. Deməli, bəzi maraqlı faktlar var bu ilə qədər. Son illərdə təbiət fotoqrafiyası ilə məşğul olan insanların sayı 50% artır. Yəni, əvvəlki illərə nisbətən son illərdə təbiəti çəkən adamların sayı artır. Çünki hamı hara gedirsə foto çəkir, düzdür və onları paylaşır insanlar arasında. Əsərə çevrilir. Tədqiqatlara görə təbiət şəkillərinə baxan insanlar ətraf mühitlə bağlı problemlər haqqında 70% daha çox məlumat əldə edirlər. Yəni biz nə qədər ki bu əsərlərə, bu fotolara baxırıq, daha çox məlumat əldə eləmiş oluruq. Təbiət fotoqraflarının 80%-dən çoxu çəkdikləri şəkilləri sosial şəbəkələrdə paylaşırlar və milyonlarla insanın təbiətə nə olur? Marağı artır. Təbiəti qorumaq üçün yaradılan incəsənət layihələri sayəsində 10 milyon dollar yardım toplanır. Yəni, çoxlu sayda belə cür fotolar ki, insanlar nümayiş etdiriblər və yardım toplanır. Məsələn, sizin əsərlər yoxdur. Sizin əsərləri, yaxşı əsərləri biz satışa çıxarda bilərik. Və həmin, yəni, o əsərlər alınar və nəticədə nə olar? Sizə gəlir olmuş olar və ya hansısa bir kitab, hədiyyəli nələrsə alınmış olar. Deməli, bir çox təşkilat uşaqlar və böyüklər üçün foto dərsləri təşkil edir və şəkil çəkməyi öyrənirlər, həm də təbiəti necə qorumalı olduqlarını başa düşürlər. Təbii materiallarla kallaş hazırlanır. Yenə də nə lazımdır? Qurudulmuş yarpaqlar, çiçəklər, budaqlar, daşlar, sonra qayçı lazımdır, karton və ya qalın kağız lazımdır, yapışqan lazımdır, rəngli qələmlər lazımdır. Mən bunu sizə göndərəcəm, onun əsasında özünüz nə edəcəksiniz? Sabahların o materialları nə gətirəcəksiniz? Aha, devam edirik. Cildən heykəl hazırlamaq, bu haqda da içəridə məlumat verdi, amma necə olacaq? Onu da burada palçıq gətirin. Özünüzlə bir topa hazırlayın, palçıq gətirin. Yaxşı. Nəm olsun. Nəm olsun. Ben getireceğim. Sonra, yəni burada məlumatlar yazın. Əlcək və ya önlük də gətirin, yəni o şeylərdə. Amma önlük olmasa da köhnə bir paltar gətirə bilərsiniz. Burada isə yenə də təbiətlə bağlı fotoların paylaşıldığı saytları burada qoymuşuq. Məsələn, Natural Beach Living deyə sayt var, orada təbiət fotolarını görə bilərsiniz. Art var, blog var, yəni oradan istifadə edə bilərsiniz. Yəni ki, müxtəlif saytları biz burada təqdim eləmişik və necə baxmaq lazımdır, onlar da qeyd olunurlar. Aha, devam eləyək. Qutardı. Aha, qutardı. Lap yaxşı. Əla. Nə edirik? Müəllimi alqışlayırıq.